Qarşıdan Ərəfə günü gəlir. Qurban bayramından bir gün əvvəl Ərəfə günüdür. Ərəfə gecəsini mümkün olduğu qədər, gücünüz çatan qədər ibadətdə keçirməyiniz tövsiyə olunur. Hədisdə var ki, kim Ərəfə gecəsini ibadətdə keçirərsə 170 il ibadətin savabı yazılır. Yəni böyük bir ömür ibadətin savabına bərabərdir. İmam Səccad əleyhissalam gördü ki, bir nəfər Ərəfə günü dilənir. Əl açıb dilənir. Baxdı, dedi ki, vay olsun sənin halva. Elə bir gündür ki, Allahın rəhməti yeryüzünü bürüyüb və hətta ana bətnində olan uşaqlara da Allahın rəhməti şamil olacaq. Sən Allahdan başqasından nəsə istəyirsən? Şeytanın ən zəlil olduğu günlərdən biri Ərəfə günüdür. Naümid olduğu günlərdən biri Ərəfə günüdür. Hədisdə var ki, bir adam Qədr gecəsində bağışlanmasa, Allah onu heç vaxt bağışlamaz il ərzində. Amma bir gün fürsət var. Qədr gecəsində bağışlanmayanlar üçün bir gün fürsət var. O da Ərəfə günüdür. Ərəfə günü Allah günahkarları bağışlayır. O günahkarlar ki, Qədr gecəsində özlərini bağışlatdıra bilmədilər. Bir tövsiyə də var, alimlər deyir ki, başqa insanları, başqa möminləri çox dua eləyin. İmam Hüseyn əleyhissalamın Kərbəlasını tanımaq üçün bu dua ilə tanış olmaq lazımdır. İrfanın, mənəviyyatın fövqüdür. Heç bir duada mən şükrü bu həddə görməmişəm ki, Ərəfə duasında İmam Hüseyn şükr eləyir. Qəribə tərzdə şükr eləyir, çox qəribə tərzdə. Ya Mevlaya, Əntəlləzi mənəntə, Əntəlləzi ən'amtə, Əntəlləzi əhsəntə. İlahi, ey mənim Mövlam, sənsən mənə minnət qoyan, sənsən mənə neymət verən, sənsən mənə yaxşılıq edən. Əntəlləzi əcməltə, sənsən məni gözəl yaradan. Əntəlləzi əfzəltə, Əntəlləzi əkməltə, Əntəlləzi rəzəqtə, sənsən məni kamilləşdirən, sənsən məni fəzilətli edən, sənsən mənə ruzi yetirən. Əntəlləzi vəffəqdə, Əntəlləzi ə'təytə, sənsən mənə müvəffəqiyyət verən, sənsən mənə əta edən. Əntəlləzi əğnəytə, sənsən məni zəngin edən. Əntəlləzi sətərtə, eyiblərimi örtən sənsən. İndi keçir ənəlləzi, bəs mən kiməm? Ənəlləzi əsətu, mən o kəsəm ki, sənə günah elədim. Ənəlləzi əxtətu, mən o kəsəm ki, xəta elədim. Ənəlləzi cəhiltu, mənəm ki, cahillik elədim. Ənəlləzi qəfəltu, mənəm ki, qəflətdə oldum. Ümumiyyətlə, mehriban Allahla gərək belə danışasan. Mehriban Allaha üzür gətirmək, belə deyək də, nankorluqdur. Axı, onsuz da sənin tərəfindədir. O sənin tərəfindədir. Ona üzür gətirmə, gəlib demə ki, neyniyim, belə oldu, belə demə. Sən dinən ki, mənim üzrüm yoxdur.